Görürsə, insan ömrün verib, həyatın verib. Nə olur axırda? Ən yaxşı halda varislərinə qalır. Varislərin də bu gün sənin üçün ağlayırlar, sabah sənin barədə danışırlar, o birisi gün ümumiyyətlə səni yaddan çıxardırlar. Ondan sonra ancaq həmin o mal mülkdən istifadə edib əylənirlər, sən heç kimin yadına düşmürsən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizlərdən kimə varisinin malı öz malından daha xeyirlidir? Deyirlər, ya Rasul, əlbəttə ki, hər kəsə öz malı varisinin malından daha xeyirlidir. Öz malın hansıdır? Xərclədiyin. Bu dünyadaykən müsbət yöndən həmin o maldan sənin istifadə eləməyin, istər dünyavi yöndən, istərsə də ahirəti yönündən. Yoxsa ki, sən ondan nə özün üçün geyinmirsən, keçinmirsən, almırsan, sürmürsən, tikmirsən, yaşamırsan, ancaq atırsan, gizlədirsən və yaxud da sədəqə vermirsən, axırda kimə qalır ki o? Varisə, deməksə varisinin malını öz malından daha çox sevirsən. Yaxşı, varisin sənin ahirətin üçün sənə nə edəcək?